Təlimlərə gələnə qədər biz sadəcə xəyallarla yaşayırıq ki, biz bunu eləyə bilərik, biz bunu eləyə bilərik. Amma təlimlərdən sonra o xəyalların reallaşması üçün, əlçatan olması üçün bir istiqamətimiz olur, bir yolumuz olur. Yəni belə deyək də, maariflənmədən çəkinməsin heç bir xanım. Mütləq hər bir xanımın maariflənməyə ehtiyacı var ki, öz biznesini yaratsın və onun arxasıca doğru düzgün getsin. Deyim ki, bu sahəyə həvəsim körpəlikdəndir, çünki anam özü dərzi xanımdır, bacım modelierdir. 3-cü sinifdə ilk əl işimi yaratmışam mən. 11-ci sinifdə isə əl işim başqaları üçün, yəni tikişlərim olub. Oğlum orta məktəbə gedərkən orada rəqs dərnəyinə milli rəqs geyimi lazım oldu. Mən onu yaratdım. Bəyənildim və işə dəvət aldım. Mikro sahibkar kimi artıq fəaliyyət göstərirəm. Vergi barədə məlumatım var artıq, sığorta, kirayə, hər bir şey haqqında məlumatlarımız oldu. Bu təlimin təsirindən irəli gələrək əslində layihəm 2021-ci ildə Vatman üzərində çizilmiş bir layihə idi. Amma 2024-cü ilin təlimi bunu daha da gözəl reallaşdırmağa dəstək oldu. Qadınların maarifləndirilməsinə ehtiyac var. Qadınlarda potensiallar var, imkanlar var ki, onlar da özlərinə iş yeri yaratsınlar və yaxud işlədiyi mövcud biznes sahələrini inkişaf etdirsinlər. Bu layihə çərçivəsində qeyd edim ki, çox böyük nailiyyətlər əldə eləsək də, əsasən davamlılığa üstünlük verdik.